Salam, hər vaxtınız xeyir olsun. Bu videoda mən 2025-ci il Time sınaq toplusu kitabından ümumi sınaq 5, sual 5-in izahını vermək istəyirəm. Sualda deyilir ki, may böcəyinin ikinci buğumunda olan qanat sayı, yəni X-in sayı ikinci buğumda biz bilirik ki 2 qanat var. Y bərabərdir. Ətrafların sayı, demək, buğumayaqlarda biz bilirik ki 6 ətraf var. Sonra ətraflarda olan bütün buğumların sayı. Hər ətrafda 5 buğum var. Onda biz 6-nı vururuq 5-ə, bərabərdir 30. Yəni Z-in qiyməti 30-a bərabərdir. Bizdən isə X, Y, Z-in cəmini hesablamamızı tələb edir. Bunun üçün X-in qiyməti 2, üstə gələk Y-in qiyməti 6, üstə gələk Z-in qiyməti isə 30-a bərabərdir. Bunların ümumi cəmləri isə demək 38-ə bərabərdir. Doğru cavabımız olur B variantı.